Salam əziz izləyicilər, Beynəlxalq Avrasiya Mətbuat Fondu mətbu orqanı EdNews TV-dəsiniz. Sizin də jurnalist Fuad Abbasovdur və bugün bizim qonaqlarımız Sahib Məmmədov və Əbülfəz Mehdiyevdir. Əbülfəz müəllim, xahiş edirəm özünüzü təqdim edin geniş olaraq. Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini. Lap yaxşı, Sahib müəllim, siz də özünüzü təqdim edin. Mən Vətəndaşların Əmək Hüquqları Müdafiə Liqası Qeyri-Hökumət Təşkilatının rəhbəriyəm, həm də Avrasiya Beynəlxalq Mətbuat Fondu sədrinin müşaviri, yəni iki keyfiyyətdə iştirak edirəm. Lap yaxşı. Çox sağ olun bugünkü verilişimizdə iştirak elədiyiniz üçün. Bugün Beynəlxalq Avrasiya Mətbuat Fondu Respublikada bir ilkə imza atmışdır və siz burada şahid olaraq bir bilavasitə iştirak eləmişsiniz bu məsələdə. Mən istəyərdim ki, Əbülfəz Mehdiyев başda ümumiyyətlə qeyri-hökumət sektorunda və özəl sektorunda Həmkarlar İttifaqında iştirak haqqında qısa məlumat versin izləyicilərimizə. Ümumiyyətlə bizim adımızdan göründüyü kimi dövlət idarələri və ictimai xidmət işçiləri. Adımızdan da göründüyü ki, bizim adımızda üzvlərimizin arasında həm dövlət təşkilatları, dövlət idarələrinin təşkilatları, eyni zamanda ictimai özəl təşkilatlarda olaraq var. Amma bunların arasında ilk dəfədir ki, qeyri-hökumət təşkilatlarından Həmkarlar İttifaqında üzv olan təşkilat artıq Həmkarlar İttifaqı təşkilatı yaradılır. Bu bizim üçün də bir ilkdir. Respublikada bir ilkdir ki, qeyri-hökumət təşkilatlarında Həmkarlar İttifaqı təşkilatı yaradılır. Bizim üçün də xoşdur. Mən elə bilirəm, bizə üzv olan bu təşkilatın işçiləri, eyni zamanda artıq bizim Həmkarlar İttifaqı üzvlərimiz Həmkarlar İttifaqlarına üzv olduqları üçün təəssüf etməyəcəklər, bundan bəhrələnəcəklər. Düzdür, bizim vəzifəmiz üzvlərimizin hüquq və mənafelərinin qorunması gedir. Mən elə bir başa düşürəm ki, bu təşkilatda işçilərimizin hüquqlarının qorunmasında artıq heç bir çətinlik olmayacaq. Çünki bu təşkilatda rəhbərlik edən elə bir insandır ki, o müəllim artıq 30 ildən çoxdur. Artıq bu təşkilatda rəhbərlik edir və eyni zamanda bu üzvlərin sayını, işçilərin sayını artıra gəlib bura çıxır. Demək bu təşkilat öz həm bacarığı, həm təşkilatçılığı ilə, həm öz əhəmiyyətinə görə Respublikada və Respublikadan kənarda artıq tanınır. Ona görə də hüquqi bir köməkliyə ehtiyacı yəqin ki olmayacaq. Sosial tərəfdaşlıq cəhətdə mən də bilirəm, Həmkarlar İttifaqı olaraq biz də qarşılıqlı üzvlərimizin qayğısına qalmağa hər zaman çalışacağıq. Lap yaxşı. Sahib müəllim, siz Beynəlxalq Avrasiya Mətbuat Fondu prezidenti Ümid Mirzəyevin müşaviri olaraq iştirak edədiniz bugünkü təqdimat prosesində və ilk dəfə Azərbaycanda bir qeyri-hökumət təşkilatı Həmkarlar İttifaqına üzv oldu. Bununla əlaqədar təəssüratlarınızı almaq istəyərdik. Valla təbrik edirəm. Bugün indi bax bu təsis yığıncağı oldu və hörmətli Əbülfəz müəllim də qeyd elədi ki, bu bir ilk idi ki, yəni qeyri-kommersiya və ümumiyyətlə yəni qeyri-dövlət media sektorunda götürsək və qeyri-hökumət təşkilatlarında götürsək bir ilk idi ki, Həmkarlar İttifaqı yaranırdı. Düzdür, bizdə yəni Həmkarlar İttifaqı o təşkilat ki, o müəssisədə yaranmalıdır. Yəni o işləyən şəxslərin özləri yaratmalıdır. Bu baxımdan biz deyirik ki, bu ilkdir. Ola bilsin kimsə kənardan hansısa bir Həmkarlar İttifaqı adı altında təşkilat yarada bilər və s. Amma söhbət klassik Həmkarlar İttifaqları, hansı ki korporativ təşkilatdır və sırf işçilərin sosial, iqtisadi, əmək hüquqlarını müdafiə edir. Öz üzvlərinin. Və onun həm beynəlxalq statusu təminatı var. Beynəlxalq əmək təşkilatının xeyli sayda konvensiyaları, Həmkarlar İttifaqlarına birləşmək azadlığı və bizim də tərəfdar olduğumuz iqtisadi, sosial, mədəni hüquqlar üzrə beynəlxalq paktın özündə Həmkarlar İttifaqlarında birləşmək hüququ əks olunub və bu bir fundamental hüquqdur və Həmkarlar İttifaqlarda Azərbaycanda ən çox üzvü olan bir təşkilat, yəni 1.600.000 şəxsi işçini özündə birləşdirir. Eyni zamanda 26 səhv eləmirəm Əbülfəz müəllim. 26 sahə Həmkarlar İttifaqıdır. Bax onlardan biri də dövlət idarələri və ictimai xidmət sahəsi Həmkarlar İttifaqının Respublika Komitəsidir. Ən nüfuzlu, ən çoxsaylı və bizim bugün təsis elədiyimiz Həmkarlar İttifaqı Komitəsi də, yəni Beynəlxalq Avrasiya Mətbuat Fondunun
Həmkarlar İttifaqı Komitəsi də artıq həmin bu sahə həmkarlar İttifaqının sahə həmkarlarının birləşmək üçün bu gün müraciət artıq hazırladı və bütün müvafiq o təsis sənədlərimizi təqdim edəcəyik ora və bu doğrudan da bir əlamətdar hadisədir o baxımdan ki, bu bir ilkdir və ümumiyyətlə beynəlxalq Avrasiya Mətbuat Fondu çox ilklərə imza atıb və bu sahədə də ilk, indi mən təxminən bilirəm ki, bir 200 nəfərdən ən azı çox yəni üzvü birləşdirən bir Həmkarlar İttifaqı Komitəsi yarandı və ümid edirəm ki, ən fəal sizin komitələrdən olacaq və biz də onu ümid edirik və biz də əlimizdən gələn etməyə hazırıq ki, bax bu ilk olsa da sonra davamı da olsun və bizdə ictimai sektorda da belə işçilərin sosial, iqtisadi mənafelerini müdafiə edən deyək təşkilatlar yaransın və mən o təsis yığıncağında da qısaca dedim ki, yəqin ki yaranan kimi ilk olaraq bir hörmətli şəxs də Akif müəllim də sədr seçildi. Yəqin ki, kollektiv müqavilə layihəsi hazırlayacağıq, kollektiv müqavilə imzalayacağıq. Yəni bütün həmkarlar ittifaqlarına aid olan atributların hamısını burada görmək mümkün olacaq. Çox sağ olun Sahib müəllim. Əvvəl Sahib müəllim dediklərindən yola çıxaraq, yəni 30 il əvvəl yaradılmış Beynəlxalq Avrasiya Mətbuat Fondu bugün Həmkarlar İttifaqına üzv olur. Siz Beynəlxalq Avrasiya Mətbuat Fondunun simasında digər qeyri-hökumət təşkilatlarına bizim efir vasitəsilə müraciət edə bilərsiniz. Onları çağırışınız nə ola bilər? Təbii ki, biz hər zaman istərdik ki, üzvlərimizin sayı artsın. Bu hər bir təşkilat üçün xoş olan bir tədbirdir ki, onun üzv sayı gündən-günə, ildən-ilə artır. Amma biz qeyri-hökumət təşkilatların heç zaman belə deyək də tərk elə bilməz ki, siz gəlin bizə üzv olun. Belə bir çağırış olarsa biz böyük məmnuniyyətlə belə bir çağırışlara müsbət cavab veririk. Yenə deyirəm, bizim üzvlərimiz eyni zamanda Avrasiya təşkilatında yaranmış Həmkarlar İttifaqı təşkilatı üzvlərimizin qarşısına qalmaq bizim digər təşkilatlarda olduğumuz kimi eyni zamanda burada da qarşısına qalacaq bizim Respublika Komitəsinin sədri Hikmət Osmanovun həmişə bu nəzarətində olub və bu tövsiyəni bizə hər zaman bütün yığıncaqlarda, məclislərdə, konfederasiya məclisində, qurultaylarında Səttar müəllim İqbalov həmişə tövsiyə edib. Üzvlərinizin qayğısına hər zaman qalmağı çalışmalısınız. İstər sosial məsələlərdə, istər yerlərdə çalışan zaman, işçilərdə hər hansı bədbəxt hadisə baş verən zaman üzvlərimizin mənafeyini qorumaq hər zaman bizim vəzifələrimizdən biri, bəlkə də birincisidir. Yaxşı, Əbülfəz müəllim. Sahib müəllim, siz nə əlavə eləyə bilərdiniz qeyri-hökumət təşkilatlarının Həmkarlar İttifaqına qoşulması haqqında? Burada bir problem var. Yəni gəl açıq deyək, qeyri-hökumət təşkilatları davamlı işçi heyətinə malik deyillər, əksəriyyəti. Yəni məsələn mənim də təmsil etdiyim təşkilata aiddir. Həmkarlar İttifaqı isə belədir ki, yəni orada işləyən şəxslər iş yerlərində həmkarlar ittifaqlarına könüllülük əsasında üzv olurlar və bu baxımdan bütün qeyri-hökumət təşkilatlarında bu gün həmkarlar ittifaqlarının yaradılması o qədər də asan məsələ deyil. Amma ümumiyyətlə indi bizdə iri media orqanları var, belə deyək, çox saylı işçiləri və stabil işçi heyəti olan. Eyni zamanda qeyri-hökumət təşkilatları da var ki, onlarda yəni stabil işçi heyəti var, ən azı 20 nəfər, 30 nəfər. Əlbəttə tövsiyə olunardı ki, onlar da bu təşəbbüsə qoşulsunlar və Həmkarlar İttifaqında üzv olmaq həm də Avrasiya Beynəlxalq Mətbuat Fondu üçün digər bir dividend deyək də gətirəcək. Çünki Avrasiya Beynəlxalq Mətbuat Fondu Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında general member da baş sahibdir və bu regionda, yəni region ölkələrində mən bildiyim qədər MDB-də bir neçə belə təşkilat var. Yəni bu təşkilatın Həmkarlar İttifaqının olması o təşkilatın bu statusuna tamamilə uyğundur və onun imacinə də müsbət təsir eləyəcəkdir ki, yəni bu ECOSOC da baş üzv olan
əsas üzv olan təşkilat olaraq onda bütün atributlar var. O cümlədən sosial dialoq platforması yaradılır. Həmkarlar İttifaqı mövcuddur. Həmkarlar İttifaqı işə götürənlə kollektiv müqavilə bağlayır və onun həyata keçirilməsi üzərində nəzarəti həyata keçirilir. Bunun özü də bir göstəricidir təşkilatın özü üçün. Yəni burada UDAN yalnız kollektiv deyil, həm də təşkilat və onun işə götürənidir. Yəni belə deyək ki, yəni biz dedik ki, təbii Umut Mirzəyev çox böyük belə deyək ki, məmnuniyyətlə buna razılıq verir, amma belə deyək Umut Mirzəyev təşkilat rəhbəri olaraq və onun təşkilat olaraq udacağı da var ki, bu da onun beynəlxalq imicinin daha da möhkəmlənməsinə xidmət edəcək. Çox sağ olun Sahib müəllim. Mən ümid edirəm ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun imzaladığı bu ilkə digər qeyri-hökumət təşkilatları da bir nümunə götürəcək, öz ştatlarını böyüdəcəklər, öz işçilərini ştata daxil edəcəklər və Azərbaycanın vətəndaş sektorunda olan fəaliyyətlər o qədər böyüyəcək ki, layihədən layihəyə işçi qəbul etmək deyil, davamlı olaraq işçiləri öz ştatına daxil edərək Həmkarlar İttifaqına üzv olacaqlar. Mən sizə çox təşəkkür edirəm proqramımıza iştirak etdiyiniz üçün. Əbülfəz müəllim çox sağ olun, Sahib müəllim çox sağ olun. Sizə də təşəkkür edirəm izlədiyiniz üçün. Sağ olun, gələn görüşlərə qədər.